Azərbaycan kino aktyoru və rejissoru Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdamın Abdulgülablı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində, daha sonra isə Moskvada təhsil alıb. Uşaq yaşlarından filmlərə çəkilməyə başlayıb. 12 yaşında olanda isə Ögey Ana filmində İsmail obrazını yaratmaqla kinoda ən böyük uğurunu qazanıb. Ceyhun Mirzəyev Azərbaycan Film Kino Studiyasında müxtəlif peşələrdə çalışıb və bir neçə filmə quruluş verib. Rusiyalı rejissor Georgi Koltunovun çəkdiyi Qara Qağayı filmində baş rolu oynayıb. Mozalan satirik kino jurnalının bədii rəhbəri olmaqla yanaşı bir çox süjetlərində müəllifi olub. Ceyhun Mirzəyevin son filmi Fəryad olub. Özü bu filmi görə bilməyib. Amansız ölüm ona imkan verməyib ki, filmin premyerasında iştirak etsin. Studiyada çəkiliş vaxtı özünü pis hiss edən Ceyhun evə güclə çatdırılıb. Ceyhun Mirzəyev 5 mart 1993-cü ildə vəfat edib. Yasamal qəbristanlığında dəfn olunub.